Hər birinizə salam dostlar, necəsiz? Bu ördeğimiz dedim gedəcək, amma ki getməyi istəmədim desəm yalan çıxacaq. Neyse elə deyək. Çaydan yaxşı bilər. İndi nə dedim? Lallar hələ ki yumurtamır. Kürtlərin hinduşkanın Kürtlər deyəndə hinduşkadan düşdü. Dünən izləyəsən, bir yumurtanı sındırıb bayquş. Da necə bacarıb onu bilmirəm. Bir yumurtanı sındırıb əzib. İçində də zaten var idi, bilirsiniz. Çıxmasına da 8 gün idi, nəsə qalmışdı. Bugün ayın 23-dürsə, 5 gün buradan 6 gün qalıb indi. Heyf. Bir həftə qalı getdi yumurta. 6 günü qalıb, daha da tez çıxa bilər. Yəni bir gün tez çıxa bilər, bir gün geç çıxa bilər. Yəni o 27 dərəcə isti yumurtaları biraz xarab eləmə ehtimalı da var. Ki inşallah gələməmişdir. Daha tez inkişafına səbəb olmuş ola bilərmi? Düşünmürəm o qədər təsir olsun. Bir gündən məncə o da təsir etməz. Bir neçə gün yəni isti keçdi. Amma ki o da təsir etməz deyə düşünürəm. Krasnodar dönməsi ördəyimizin tükü düşüb. Bunlardan da baxın bu tülənməyə başlayıb. Yəni tük dəyişimindədir. Tülənmək deyilik. İndi istəyirəm bu at ördəyi saxlayayım. Yanında da hansı dişini saxlayım onu bilmirəm. Neyse onu sonra qərar verərik. O soranın dişidir. Lallar hara gedir görəsən. Sonra burada düşdü atasında olunca. İndi buranın damını düzəltsək tezliklə inşallah. Çox yaxşı olar. Yeri belə qalar hər halda. Buranı baxım təmizləmək lazımdır. Damı düzəlməlidir. Pəncərəsi falan olmalıdır. Bir də ki qapı. Ondan sonra çox yaxşı da olmasa hin olacaq. İnşallah. Bunlarla çıxan bunlardan balacadır hətta balacadır. Bu sarı ilə boy bir beçə deyək. Türkəndir. Bir neçə gün olar ki artıq bir həftədir bəlkə də banlayır demişəm, bilmirəm, bəlkə də demişəm. Biraz cücələrə falan da zorbalıq eləyir. Nə baxımdan cütləşmək istəyir. Amma ki cücələrlə də olsun da cücələri çox əzdir. Dünəndən cücələri görməmişim, gedib baxacağım. Toyuqları görməmişdim, indi gördüm, bayaqları gördüm. Bunlar da böyüsün. Bir aydan sonra falan belki tez olar, bilmirəm. İkisini gətirəcəm, yəni o 2 dənə hinduşkanı gətirəcəm, yəqin ki bir aya. Havalar istəyəndə də gətirəcəm. Bunlar nəsə Pekinlərdən əsasən hansıydı? Deyəsən buydu, əsasən bu. Bilməm, düşüb gəlir dalımca, ağzımın içinə girənə kim gəlir, mənə yaxınlaşır. Bilməm, nə demək istəyir mənə. Başında çıxırdan danışırsa, qışqırır axı. Qışqırmır, gəlib səs çıxartır. Bu günlər neçə yumurta almışıq? İkisi selebrislər yumurtayı birini qırıblar, bayquşlar. İkisi orada. Bunlar buradaymış ki. İkisi de buradaydı. Birini apardım. Bunlar xarab yumurtalardan da qalıb buradadır. Selebrisinin altına koymuştum. Selebrislərin yuvasına koymuştum demiştim deyəsən. Sizə bilmirəm demişəmsə. Onu aldım oradan. Canlıydı. Neyse başım qarışıb. 2 dənə olar, 2 dənə də bunlar. 4 dənə yumurtayıblar bu günləri. Daha çox yumurtayıblar, bilmirəm dəqiq neçə. 4 dənə ya da 5 dənə yumurtayıblar, bilmirəm dəqiq. Neyse 5 deyək.
Hər halda 5 olar. Bəlkə də çox biləməm. Hə, neysə başım bıraxın. Boşum neydi? Deməmişəm herhalde bunun bacısının yumurtadığını. İkisi de yumurtlamaya başlayıb. Bu ne olub? Hə, fərələrdən qaldı yumurtamayan. Bu da o ağı. Üçü. Fərələrdən yumurtamayanlar qalıb. Təbii ki, bunların da ayları var. Təbii ki, ana olmalı bir yaşlarıdır, amma ki, neysə. Bu da yumurtayan. Kuzumuz bu yumurtayıb. Kuzu. Bu da yumurtayarmış. İndi Kürt toyuğun çıxmağına da bir həftə qalıb. Yox. 3 gün deyəsən daha çox qalıb. 9 gün, 7 nədir? 8-9 gün qalıb. Bunlar da ki, hələ ki yumurta yoxdur bunlardan. Nə vaxtı yumurta alaram bilmirəm. Nə vaxt alaram sizdən yumurta boyunu soxum sənin. Nəysə. Mən vurma gələnə baxsın. Keçək. Ne oldu bana yenə sizə? Yenə cümdülər üstümə. İndi keçək. Əsas məqama. Geliyoruz. Əsas yerə. Əsas yerimiz nerede? Burada. Yuhu, baxaq görüm nə var. Zula var. Hər halda. Akıldaşmalarından. Oy maşallah. İnşallah ki aldı doludur diye çıkmıştır, yoksa biraz üzülürüz. Oy maşallah maşallah, yumurtaları tapdım ahır ki. Bu nədir? Aa, derdim de nasıl azdı bir ördek yumurtası. Ne kadar fazla olsa azdı derdim. Hadi sen yumurta var burada. Heyecanlandım. Çek o tarafa kız. Bak ha, toyuqlar qışqırışdı. Neçə dəfə qışqırırlar, tapamıyorum yuvaların, bu zibilçələrin. Bu dəfə tapmaq oldu. Çək görün, başqalar yoxdur yəqin ki. Ay maşallahınızı alın dostlar, gözləyirəm. Maşallahınızı yazın bir dənə. Tez yazın, tez. Bunu çıxaq. Ekrandan baxıram, görmürəm yuvanı. 3 4 5 6 7 8 9 10 11 16 oy maşallah. 16 yumurta işte. Bir yumurta gitti maşallah. Görsem neçə günün yumurtasıdır. Bunlar yumurtalar yere baxırsan. Əlim kolum kırıldı. Ama size ne olub? Öyle bir bunlar sapıları yumurtanı ye. Düşüb yalnız gelirler. Size ne olub? Hele de sana ne olub? Ha gene. Sana ne olub? Heh. 16 tane yumurta. Neçə vaxtı gözləyirdim. Mən bilirdim, hiss eləmişdim. Çünkü qışqırırlar toyuqlar, gedib görəm yumurta yoxdur. 5 tane toyuq qışqırır, bir tane 2 tane yumurta çıxırdı. Olmalıydı bu. Ama tapmırdım yerini. Bak biri budur, onu bilirəm. Biri bu. Başqa o birisindən bilmirəm. Bir də çilli. Playmouth toyuğumuz. Diğerleri. Bu ola bilməz, çünki yumurtasını bayaqlar alttaki yuvadan aldım. Bunu bilmirəm. Sonra diğer kızımız da, təzə başlayan kızımız da ola bilməz, o da yerdə yumurtluyor. Neyse, yumurtan toyuqlar bilmirəm. Neyse, sağ olun dostlar. Görüşərik gələn videolarda. Özünüzə yaxşı baxın. Hələlik. Bye bye.